kökünü tapmalıyıq, məsələlərin kökünü. Biz tez-tez hansısa halları tənqid edirik, bir daha deyirəm. Məsələn, pozğunluq çoxalıb, əxlaqsızlıq çoxalıb. Bilməm, izlədiniz mətbuatı ya yox. Mən heç bilmirdim, bir yerdə dedim ki, məndən münasibət istədilər ondan. Dərhal ki, mən yazdıqda ki, hər məsələdə dinim məsələyə münasibəti nədir filan. Adam bilmir nə danışsın, nə desin, necə desin. İndi necə həll eləyək, necə olsun məsələn? Ay cavanlar belə eləməyin, olmaz, yaxşı deyil. Nə qədər desin, xeyri var onun. Nəsihətlə düzəlir hər şey, düzəlmir. Yoxlayın, yoxlayın. Mən tam qətiyyətlə deyirəm. Yüngül həyat tərzinə sahib, üzr istəyirəm bu sözləri danışdığıma görə, yüngül həyat tərzinə sahib olan qızların bir çoxunun ailə münasibətlərinə baxın, tam qətiyyətlə, məsuliyyətlə deyirəm, 90% hallarda ailədə anaları atalarının üzünə qayıdır. Bax budur. Ola bilər anası iffətli adam olsun, həyalı deyəndə iffətli olsun. Vacib deyil ailəsində əxlaqsızlıq olsun. Amma ana atanın üzünə qayıtdısa, qız uşağı o mühitdə böyüdüsə, ehtimal çoxdur ki, əxlaqı yüngül olacaq. Evdə atanın übuhəti, əzazillikdən danışmıram, ata diktator kimi gəlsin, gözünü ağardan kimi, yox, elə münasibət qurulsun ki, ata hiss olunsun evdə. Bu olarsa, qızların çox faizi ədəbli əxlaqı olacaq. Ailənin həyat tərzi düz olarsa, çox şeylər düzələcək. Olmayandan sonra saatlarla danış, tənqid elə. Heç o gəncləri qınamıram da mən, o qədər də yəni. O qədər də qınamıram. Gərək həyat tərzi düz olsun. 90% hallarda əgər atanın hörmətini ana saxlamırsa, vay o gündən ana uşağın qabağında ataya belə bir söz hörmətsizlik eləsin, qışqırsın üstünə. Axtaraq görək bu qadının səsi ucalıb, səbəb nədir? Mən bilirsiniz ki, qadınları nə qədər müdafiə eləmişəm, mənim üçün, mən kişi tərəfindən danışmıram. Bəli, atanın da zorakılığı başqa fəsadlar yaradır ki, o ayrı mövzudur. Ata da zorakılıq eləyəndə eyni şey. İmanın gücü çatmır bizi qabağa aparsın, həyat tərzimiz dəyişməsin. Biz imanımıza baxırıq ki, kömək elə. O da deyir, qardaş, mənim əlimdən bir şey gəlmir. Mənim də gücüm bir həddə qədərdir. Həyatını dəyiş, həyatının tərzini dəyiş.